Euro dolara, funt dollardan danışaq. Yəni biz dünən də bu haqda söhbət açdıq. Bunların hər ikisi downtrendədir, təzyiq altındadır. Yəni dünənki müqavimətlər yerində qaldı və keçə bilmədi. Bugün yenidən müqavimət olaraq euro dollarda 1.15, yəni 300-lərdir. Satışlar yəni rahat bir şəkildə 1.15-lərdən sonra yenidən vermək olar. Amma funtda isə yəni müqavimət xətti 1.31 450-lərdir. Satışlar isə rahat bir şəkildə 1.31-100-lərdən sonra bazara girmək olar. Nasdaq S&P Dow Jones-a gəldidə isə, DAX-a gəldisə dünən. Deməli, Nasdaq alış əməliyyatları ilə qəşəng mükəmməl nəticə verdi. Satış əməliyyatları bugün səhər saatlarında oldu. S&P-də də həm alış, həm satışlar oldu. Dow Jones-da ancaq satışlarla yaddaşları qaldı. Bugün Nasdaq, S&P, Dow Jones, DAX bunlar yəni aşağı korreksiyalar yerli saatla saat 5'e qədər, yəni aşağı korreksiyalar var. 4-dən 5-dən sonra yenidən yuxarı istiqamət alar.